Təsəvvür edin, zəli dişlədiyi yerdən insan bədəninə elmə məlum olan 105-ə qədər ferment buraxır. Bu fermentlərin hərəsini bir dərman hesab etsək, bir dəfəyə 50-60-a qədər xəstəliyin müalicəsi deməkdir. Və bu müalicədən istifadə edənlərin qanı normadan artıq laxtalanmır, tromblaşmır və ürəyin işemik xəstəlikləri, miokard infarkt, stenokardiya, ateroskleroz baş vermir. İnfarkt və insult xəstəliyinə tutulmurlar. Beyin damarlarının spazmı azalır, beyin qan dövranı yaxşılaşır. Hətta infarkt keçirmiş və ürək əməliyyatı olmuş şəxslərə zəli ilə müalicə daha yaxşı effekt verir. Zəli qoyulması Alzheimer və skleroz kimi xəstəliklərin qarşısını alır. Şəkər xəstələrində uzun müddət və hətta illərlə davam edən sağalmaz yaraları zəli qoymaqla müalicə etmək mümkündür. Zəlinin ağız suyundakı ağrıkəsici maddənin ağrıkəsicilik gücü morfindən 200 dəfə üstündür. Hafizəni və yaddaşı gücləndirir, diqqəti itiləşdirir. Uzun müddət ağrılardan əziyyət çəkənlər üçün zəli müalicəsi xüsusilə faydalıdır. Boyun osteoxondrozu ümumiyyətlə onurğa sütunun bütün hissələrinin osteoxondrozunda onun qədər yaxşı təsir edən ikinci vasitə yoxdur. Prostat vəz xəstəliklərinin müalicəsində vəzin qanla daha yaxşı təchiz olunması üçün istifadə olunan preparatlardansa zəli daha yaxşıdır. Zəli prostat vəzin qanla təchizatını yaxşılaşdırır. Kalsinatların əriməsinə səbəb olur. İmmun sistemini gücləndirdiyindən orqanizmin özü iltihabi xəstəlikləri müalicə edir. Revmatizm və revmatoid poliartrit kimi iltihabi oynaq xəstəliklərinin müalicəsində də zəli həm ağrıları, həm də oynaqda olan şişkinliyi sürətlə azaldır. Zobun istər düyünlü, istərsə də diffuz, yəni yayılmış formasının müalicəsində zəli müalicəsi çox yaxşı